Təbiət sevərlər insanlar. Sadəcə o çəkilir üçün edirəm, əziz. Bütün dolubdur belə hər tərəf. Şam azanla verilir indi orada. Şimal qərbdən gəlir. Dünən bilirik ki, hamı bütün bürkü idi. Ərazilər. Ölkəmizdə 30-dan çox, amma 35-də 33 dərəcə isti var idi. Yəni göstərici ilə də indi bilmiyorum ki, altı necə. Amma radiasiyalı maqnit var idi. Şimal qərbdən bax belə tərəfə gedəndə ta ki gedir ora cənub qərbə tərəfə buluddur. Bu bölgələrdə bilmirəm indi ərazilərə baxan olsa yazar. Sel, su, bütün güclü yağış deyiblər, yağınmı dolu filan. Dağətəyi əraziləri bilirəm ki, bütün daha əvvəldən, yəni sərhəddən tutmuş Gürcistan tərəfindən ta ki şimalda da ki, yəqin ki, lap sərhədə kimi yağar, Samura kimi, bəlkə Dərbəndə təyinə tutmuş hamısını. Şimalı, cənublu hər tərəfdə qərbi, əsasən qərbdən gəlir bu. Yəni Bakı, Abşeron belədir. Hal-hazırda əzan verilir. Külək bütün gün sərin külək olub. Dünən amma ki, axşama dayanmadı da bürkü. Dayanmadı və o buz kimi. Məsəl üçün 24-25 dərəcə isti var. 26 dərəcə dünənə yazmışlar. 25-26, bəlkə də 27 olar. Mən indi baxsam mənə proqramda saat baxı 20-ni göstərir. Bayaqdan da bir çəkiliş eləmişəm. Dünən dedim çəkəcəm, gün ərzində çəkməmişəm. Deməli, səhər alatorandan doluydu belənçi. Sonra yağış yağmaq istədi, yağmadı. Təxminən bayaqda 15-30 radlərində bir dəfə də damcıladı, yağsın. Hansı ərazilərə yağıb? Bütün Bakı, Abşeron belədir. Bax, aşağılar o bir tərəfdən dolanda, gələndə hər tərəf. Bu hava limanı tərəfdə hər tərəflər belədir. Ta nə bilim, dənizin üzərinə kimi hər tərəfə. Arada biraz seyrək olan hissələr var, hələ ki səma qaralmamış. O tərəflər bax qapqara, leysanlı. Yəni buludları, doymuş buludlardır, yəni. Dronlaşmış. Burada da belədir, yağış buxarlanmadan yığılıb. Bu təbii ki, bilirdik ki, belə olacaq. İyul ayında gah belə keçdi, gah hələ, yəni günləri bürkülü, maqnitli. Dünən maqnit çox idi. Amma dayanmadan bulud hər tərəf bürüdü, ta cənuba kimi, dəniz üzərinə kimi. Bilirəm ki, yer su, göylər su. Nətərnədir. İndi hamısı böyük lütfdə, həqiqətən də böyük bir əzan vaxtıdır, gözəl dua eləmək olar. Zəla keçib günümüz uğurlu olsun, bolluq, bərəkət, sevgi dolu içərisində yaşansın, gecənizə olsun. Hansı bölgələrdə ki, bu təbiət sevərlər yağış falan müşahidə ediblər, yazsalar, xəbərləsəz, əla olardı, baxardıq. İndi səyahət eləyə bilməsək də ən azından da. Çünki verilən o məlumatların əksəriyyətindənsə birbaşa kim harada biləndə o daha dəqiq olur. Belə, nəhayət ki, yəni isti sevərlər, istidən artıq maqnitlər hansı ki, bütün Bakıdır və